Ah, Hoş gördük. Akşamınız xeyir olsun. Bizim Bibliya giriş dərsinə başlayaq. Və yaxşı olar ki, hər dəfə dərsdə ah, qələmimiz, dəftərimiz və ən başdası Bibliyalarınız yanınızda olsun. Çünki bu bizim Bibliya giriş dərsimizdir. Dərsimiz həftədə bir dəfə olacaq və düşünürəm çox maraqlı bir dərsimiz olacaq. Dərsin nə qədər müddət uzanmasını deyə bilmərəm, ancaq düşünürəm ki, bunu uzun zaman biz keçə bilərik. Çünki Bibliya ə, ümumiyyətlə bizim xristian imanımızın əsasıdır. Biz bir yerdə baxacağıq Bibliyaya. Çox qısaca deyim, yəni biz 66 kitabı bir-bir keçib çalışacağıq ki, onu keçək. Və bu əsasən biz toxunacağıq hansı müəllif tərəfindən yazılıb, yazılma vaxtı və tarixi yazıldığı mühit, mövzu, kitabın xüsusiyyətləri, bunlara baxacağıq. Və mənim sizdən xahişim var idi, oradan da notlarınızı tutun, sualınız olsa qeyd eləyin, dərsin sonunda düşünürəm verə bilərsiniz. Və ən başdası dediyim kimi Bibliyaya qoy bu 30 yanvar sizin üçün bir, necə deyim, düzgün çıxsın, bir canlanma günü olsun. Və gəlin bu Bibliyamızı oxumağa başlayaq və belə deyək ki, biz Bibliyanın dərslərini, hər bir kitabını keçə-keçə çalışın ki, əmin olun ki, siz o kitabı oxumusunuz, çünki biləsiniz, yəni nə baş verir. Məsələn, bizim indi gələn dərsə qədər 7 günümüz var, demək olar ki, 6-7 günümüz var. Bəlkə də başlayasınız elə başlanğıc kitabını, bilən birinci kitabını oxumağa. Orada səhv etmirəmsə 50 fəsil var. 50-ni deyək 6-ya ya 7-yə bölsək, hardasa 9, 8, 6 fəsil eləyir. Və əmin olun ki, yəni siz bunu oxuyacaqsınız və düşünəcəksiniz bu kitabın haqqında. Eləcə də dua çox vacibdir düşünürəm. Çalışın səhərlər, yəni duaya da vaxt ayırmağa çalışaq yəni. Göylərdə olan Tanrımız, bu dərsi sənə gətiririk, sevirik səni, xahiş edirəm. Bizə mane olan şeyləri yığışdır və özün insanları gətir öz dərsinə. Sənin isminlə dua edirik və hər bir şey sənin müqəddəs əllərinə gətiririk. Amin. Demək, Bibliyaya giriş. Biz bunu başlayacağıq və gəlin bibliologiyadan başlayaq. Bibliologiya bu və indi dediyim şeylər, yəni bibliologiyadır, egzegetikadır, dogmatikadır. Bütün bunlar teologiyaya daxil olur. Teologiya biz deməli ki, Tanrı haqqında elmdir. Yəni bunlara bir-bir toxunacağıq. Birincisi, bibliologiya nədir? Yəni bibliologiya deyəndə biz tam Bibliyanın, yəni 66 kitabın və yaxud da ki, bu 66 kitabı ayrı-ayrı baxdıqda məzmununu və strukturunun öyrənilməsi başa düşülür və biz bibliologiyanı teologiyanın əsas fənni kimi adlandıra bilərik. Teologiya bu Tanrının, imanın sistematik öyrənilməsidir. Sonra egzegetika var. Egzegetika elə bil ki, bu Bibliyanın tədqiqidir. Biz onu yəni dərin düşünürük, onu araşdırırıq. Dogmatika var. Bu imanın elə bil ki, öyrənilməsidir. İmanımız nədə qurulur və biz öz imanımızı deyək ki, imanımız haqqında öyrənirik. Və bu deyək ki, biz indi bibliologiyadan danışırıq. Və eləcə də egzegetika var. Egzegetika və dogmatika bu Bibliyanın elə bil ki, bilməyimizin mümkün deyil, əgər biz bibliologiyanı öyrənməsək.
və qeyd etməliyəm ki, Bibliya yeganə və ə, deyək ki, sərfsiz bir kitabdır ki, bu bizim elə bil ki, imanımızın mənbəyidir və bu Tanrı haqqındadır ə, və xristian imanının təlimi üçündür. Məni eşidə bilirsiniz, bir çətinlik filanımız yoxdur. Səsimi eşidirsiniz, hər şey qaydasındadır. Çox sağ olun. Gəlir, Və gəlir, yaxşıdır. şükür Tanrıya. Və o Tanrının şəxsiyyətini, reallığını, planlarını deyək ki, bağışlayın. Biz dedik ki, o Tanrının şəxsiyyətini, reallığını, planlarını, iradəsini, onun işləri haqqında bizə öyrədir. Bibliyanı bilmək, yəni biz Bibliyadan danışırıq hal-hazırda. Yəni biz əgər Bibliyanı öyrənməsək, yəni əgər biz də oradan Bibliyada vaxt keçirməsək, mənim sevimli sözüm var. Yəni biz otursaq və arxamız yorulmasa, gözlərimiz qızarmasa, biz deyə bilərik ki, yəni bunsuz mümkün deyil, yəni imanımızın əsasında davam etmək, yəni. Bibliyanı bilmək bu teologiyanın ilkin şərtidir. Ona görə də yəni nəyə əsaslanır bizim imanımız, nəyə əsaslanır bizim elə bil ki, tədqiqatlarımız, bunlar hamısı Bibliyadır. Sonra var dogmatika, bu Tanrı haqqında təlim və imanın elə bil ki, prinsiplərdir. Sonra var ekleziologiya, bu kilsənin mahiyyəti və obrazının təlimidir. Sonra var etika. Biz bu haqqında çox danışmırıq kilsəmizdə, ancaq etika çox vacibdir. Yəni, mənim elə bil ki, imanımla bağlı olan həyat tərzi, mənim hərəkətlərim bu elə bil ki, Bibliya əsasında inkişaf edir və bu Bibliyaya əsaslanır, yəni. Bu etika çox maraqlı şeydir, çünki biz hər birimiz danışırıq, etika, sonra kimsə estetika da buna əlavə edir. Yəni, etika, yenə də deyirəm, mənim səhər dururam, mənim yəni hərəkətlərim, sözlərim, bunlar nəyə əsaslanır? Bütün bunlar Bibliyaya əsaslanmalıdır, yəni. Gəlin, indi bir yerdə baxaq, bibliologiyanın elə bil ki, məqsədi nədir, yəni. Birincisi bu Bibliyanın ümumi ona baxış etmək, yəni Əhd-i Cədid və Əhd-i Əhdi kitablarını yaranmasına və strukturu ilə tanış olmaqdır. Çox vacibdir ki, biz Bibliyanı oxuyanda, həmin o kitabları oxuyanda biz başa düşək ki, bu kitabların əsas fikri nədir? Sonra çox vacibdir Bibliyada olan tarixi hadisələr haqqında düşünək. Bibliyada olan şəxsiyyətləri və onların orada yaratdığı obrazlar, onların hərəkətləri haqqında məlumat almaq, Bibliyanın, yəni həmin o ümumi Bibliyanın, yəni yeri gəlmişkən, biz deyə bilərik ki, Bibliyanın ümumi fikri, yəni istənilən, yəni səhifəni açaq, düşünürəm ki, ən böyük fikir bu deyək ki, bu çox vacibdir ki, biz bilək ki, insan günahkardır və İsa Məsih Tanrı gəldi ki, günahkar insanı xilas etsin, yəni. Ona görə biz hər zaman Bibliyanı oxuyanda bizə bu vaxtda gərək düşünək ki, yəni orada nə yazılırsa, yəni bəlkə də bizə ilk olaraq qorxulu gələ bilər, bəlkə də nəyəsə düşmür, ancaq bunu bizi sevimli atanın bizə olan məktubu kimi biz bunu qəbul etməliyik. Sonra Bibliyanın əsas fikirlərindən biri bu İsa Məsihin xoş xəbəridir. Yəni bu öz əksini Əhd-i Əthiqdə və Əhd-i Cədiddə yəni göstərir, tapır.
və eləcə də Bibliyanı öyrənmək bu imanımızın Tanrıda güclənməsidir. Biz burada hansı ləvazimatlardan istifadə edəcəyik? Yəni ümumiyyətlə biz dərsdən danışmırıq. Burada bu dərsimizə də əlavə edirik. Yəni ümumiyyətlə yəni yaxşı biz dediyim kimi hər bir xristianın işidir ki, imanına vaxt ayırsın və Bibliyası ilə vaxt keçirsin yəni. Bu birinci əlbəttə ki, bu Bibliyadır. O kəslər ki, İbrani dilini bilir və siz bilirsiniz ki, Əhd-Ətiq iki dildə yazılır. Birinci bu İbrani dilidir və ikincisi daha qədim İbrani dili bu Aramey dilidir. Orada müəyyən fəsillər var, ancaq o dildə yazılır. Əhd-i Cədid isə, yəni yeni əhd bu Yunan dilində yazılır. Və əgər siz o dillərdən hansısa bilirsiniz ki, yaxşı olar ki, həmin o kitabları deyək ki, ilk yəni yazılışlarını oxuyasan, ancaq bu yoxdursa da, yəni eybi yoxdur, yəni. Ən əsası yenə də deyirəm, bununla məşğul olmaq və oxumaqdır. Sonra simfoniya var. Yəqin ki, simfoniya eşitmisiniz. Simfoniya bu elə bil ki, bir kitabdır. O kitabda istənilən sözün biz tapıb onun mənasını hansı sənədlərdə istifadə olunur, onu öyrənə bilərik. Və belə bibliyalar var ki, böyük bibliyalar orada nə bil ki 66 kitab oxuyur və sonra orada hər simfoniyada yəni əlavə olunur. Deyək ki, əlavə olaraq. Sonra bunu biz kitab kimi yəni simfoniya bir kitab kimi ola bilər və eləcə də deyək ki, elektron versiyaları da var. Elektron versiyasının daha rahat işi odur ki, biz bu sözləri çox tez tapa bilirik, yəni. Və belə bir proqramlar da var ki, deyək ki, sözə Bibliyada tıklayırsan, yəni o söz hansı yerlərdə çıxır, mənası nədir onu verir. Sonra əksinə ola bilər ki, biz elə bir ki, bəndə toxunuruq və bu bənd, yəni bənddə olan fikir Əhd-Ətiqdə, Əhd-Cədiddə harda göstərilib, onlar var. Sonra deyək ki, bəlkə rast gəlmisiniz, deyək ki, belə bir bibliyalar var ki, orada qırmızı hərfli sözlər var. Bu deməkdir ki, yəni İsa Məsihin sözləri, yəni qırmızı hərflər, İsa Məsihin dedikləri qırmızı hərflə rənglənib. Dediyim kimi, yəni çalışın dərs ərzində və eləcə də gündəlik həyatınızda Bibliyanız yanınızda olsun, yəni. Düşünürəm kilsəmizdə Bibliya var və kimin Bibliyası yoxdursa istifadə edə yəni kilsədən soruşa bilərsiniz, yəqin var verərlər. Sonra bizim metodikamız çox sadə olacaq. Biz elə bir ki, çalışacaq ki, Bibliyanı artıq dərsə qədər oxuyaq və bəlkə də indi biz kitabları keçəndə mən sizdən xahiş edəcəm, bəlkə dərs əsnasında o bəndləri oxuyarsınız, çünki bu bizə çox vacib olur. Birincisi, dilimiz açılır Bibliya oxuyanda. İkincisi də ki, yəni o fikir bizə daha da yaxşı elə bil ki, yadımızda qalır, yəni. Dediyim kimi, yəni çalışın, yəni gündə 5 fəsil, 10 fəsil, bəlkə vaxtınız daha çoxdursa, yəni bir kitab da oxuya bilərsiniz, yəni hər gün. Və düşünün bu haqda. Sonra qeydlər aparmaq, bunlar çox vacibdir. Və əsas fikirləri qeyd edə bilərsiniz. Yəni deyək ki, bizim bibliologiyadan danışdıq, teologiyadan danışdıq. Sadəcə qeyd edə bilərsiniz bibliologiyaya və nə mənası nədir, dediyi nə haqdadır, sonra teologiya, sonra ekleziologiya, dogmatika, bu haqda yəni yaza bilərsiniz. Sonra çalışın, yəni bu hər dərsimiz yəqin ki, hardasa qoyulacaq, yəni ona yenidən qulaq asa bilərsiniz.
Ə, eləcə də qısaltmalardan istifadə eləyin, yəni. Çünki hər şeyi belə lap böyük-böyük yazmaq da yəni vacib deyil. Yəni biz deyirik ki, əhd ətiq ə.ə qoya bilərsiniz. Əhd cədid ə.c hərfi qoya bilərsiniz. Və yaxud da deyək ki, teologiya yazırsınız. Bunu bir dəfə yazırsınız teologiya, sonra yanında bir T yazdınız. Başa düşdünüz ki, bu yəni a, deyək ki, ə, teologiyadır. Sonra deyək ki, yazırsınız İsa Məsih, yəni hər dəfə İsa Məsih yazmamaq üçün yaza bilərsiniz. A.M yaxud müqəddəs Mr. Yəni çalışın, yəni sizə necə rahatdır. Yəni hər bir kəsin öz elə bil ki, öyrənmə metodikası var. Yəni bəlkə kimə rahatsa sadəcə olaraq qulaq asır. Sonra yəni öz yadına sala-sala notlarını edir və yaxud da ki, bəlkə qulaq asası sonrakı videoya baxıb onda yəni bir daha qulaq asıb qeydlərinizi edirsən. Yəni yenə də deyirəm, yəni bu kimin hər kəsin öz deyək ki, öyrənmə tərzi var yəni. Sonra dərsin strukturuna baxaq. Biz hər dərs bir mövzuya və yaxud bir kitaba baxacağıq, yəni. Yəqin ki, hardasa bir 2-3 dərs biz ümumiyyətlə strukturdan danışacağıq. Sonraki dərslərdə bəlkə artıq hər bir kitaba vaxt ayıracağıq, yəni. Və biz deyək ki, kitaba baxanda, yəni siz də yəni Bibliyada kitab oxuyanda nədən başlanır o? Birinci əlbəttə ki, onun haqqında kiçik bir giriş verilir. Yəni müəyyən bir hissə aparır. Yəni çalışın o girişlərə də fikir verin. Yəni onlar da çox vacibdir. O bizə kömək edir. Başa düşən neçənci ildə yazılıb, ümumiyyətlə hansı şəraitdə yazılıb. Kiçik giriş olur. Sonra ilkin qeydlər var orada. Kitabın mövzusu, yazılma tarixi, sonra bir müəllif və yazılma vaxtı, kitabın həqiqəti, yəni bu kitabı nəyə gətirib çıxardır. Açar sözü var. Sonra o deyək ki, açar bənd var. Bunlar da çox vacibdir. Yəni yadımızda saxlayaq ümumiyyətlə bunu. Sonra elə bil ki, mətnin bölünməyi var deyək ki. Hər bir fikir deyək ki, bölünür. Və bu bizə kömək edir. Məsələn, biz Yəhyanın müjdəsini oxuyanda biz deyək ki, biz hər bir fəsil bizə nəsə verir. Məsələn, 10-cu fəsil bu bizə yaxşı çoban verir. 11-ci fəsil elə bil ki, bizə meynə verir. Sonra 21-ci fəsil belə bir bizə Tanrının bizi heç vaxt yəni tərk etməyəcəyidir. 3-cü fəsil əlbəttə bizim sevimli Allahın dünyanı sevməsidir. Yəni siz də çalışın, yəni nəyəsə onu bağlayın, yəni və bu bizə çox kömək olacaq yəni. Sonra özəllik var, yəni və eləcə də simvolikalar var. Nədir məsələn, biz deyirik ki, biz müjdələri oxuyanda biz deyirik ki, 4 müjdə var. Bu hər bir müjdədə bir simvolika var. Məsələn, bir yerdə İsa Məsih şirə bənzədilir. Bir yerdə elə bil ki, Markın kitabında o nədir onun adı? Öküzə bənzədilir, birində qartala bənzədilir, birində insana oxşadılıb, yəni. Belə bir ki, bir fikir var orada, yəni. Və yaxud da isə deyir ki, mən dünyanın çörəyiyəm, yəni. Bu da çox vacibdir, yəni. Və biz ümumiyyətlə indi keçə bilərik kitablar haqqında danışaq, yəni, əgər etiraz etmirsinizsə. Və bilirsiniz ki, Bibliya bir kitabdır və o, deyək ki, 2 dövrü əhatə edir. Birinci dövr bu əlbəttə ki, İsa Məsihin dünyaya gəlməsindən əvvəl, dünyanın yaranması və İsa Məsihin dünyaya gələndən əvvəl biz ona əhd ətiq deyirik. Bu elə bil ki, başlanğıc kitabı ilə başlanır və Malakiyyə kitabı ilə səhv etmirəmsə bitir.
Sonraki dövr başlayan İsa Məsihin doğulmasından və vəhyə qədər, yəni burada bir peyğəmbərlikdir, yəni gələcək haqqında nə olacaq? Ə, Əhd Əhədlikdə 39 kitab var və Əhd Cədiddə isə 27 kitab var və Əhd indi baxaq kitabları, yəni necə bölünür, necə yəni kvalifikasiya olunur. Birinci 5 kitab, biz ona elə bil ki, Musanın elə bil ki, kitabları deyirik. Onlar hansılardır? Başlanğıcdır, çıxışdır, Levitlərdir, saylardır, qanunun təkrarıdır. Və eləcə də biz bunlara tarixi kitablar deyirik. Eləcə də bura elə bil ki, Yoşua kitabı, Hakimlər, Ruf, birinci, ikinci, üçüncü padşahlıq, birinci, ikinci Səllamələr, Yezdra, Nehemiya, Esfir. Biz bunlara yəni bölürük. Sonraki, yəni biz onlara təlim və yaxud da ki, poetik kitablar deyirik. Bunlar Əyyubdur, Zəburdur, Mələklər, Məsəllər, sonra Ekklesiastdır, Nəğmələr nəğməsidir. Və sonra biz elə bil ki, peyğəmbərlik kitabları var. Onlar hansılardır? Peyğəmbərlik kitabları. Onlar özü də iki yerə bölünür. Böyük peyğəmbərlər var və kiçik peyğəmbərlər var. Və bunlar Yeşaya, Yeremiya, Mərsiyələr, Yezekil, Daniel, Hışeya, İyoil, Amos, Avdi, Yunus, Mixey, Naum, Həbəkkum, Safoniya, Həqqay, Zəkəriyyə, Malakiyadır. Eləcə də sizdən mən çox xahiş edirəm, yəni bu da çox yaxşı olar ki, siz kitabların adlarını öyrənməyə çalışasınız. Yəni onlar bir-birinin ardınca demək çox yaxşı olardı. Eləcə də yəni bu çox gözəldir. Deyək ki, biz Bibliya deyək ki, oxuyanda biz bənd eşitdik. Biz artıq Bibliyamızda bilirik ki, bu bənd hansı kitabdan, bu kitab hansı kitabdan sonra gəlir və biz onu tapırıq və bu heyrətamizdir. Çalışın, bu da sizə bir, buna da bir vaxt ayırasınız yəni. Sonra bizdə gəlir Əhd-i Cədid kitabları. Biz dedik ki, bu İsa Məsihin doğuluşundan və Vəhiy kitabına qədər olan vaxtı əhatə edir və biz birinci, yəni 4 kitaba biz müjdələr deyirik. Bunlar Mətta, Mark, Luka və Yəhyadır. Eləcə də biz bunlara deyək ki, tarixi kitablar da deyirik. Eləcə də buna əlavə edirik həvarilərin işləri. Bu dövr, yəni elə bil ki, İsa Məsihin birinci 4 kitab həyatı haqqında, onun gördüyü işlər haqqında. Xahiş edirəm, bilin ki, yəni bir müjdə var, yəni. Müjdə odur ki, yenə də deyirəm, mən Yusif Hacıyev günahkaram və öz günahıma görə mən Tanrıdan uzaqlaşmışam. İsa Məsih gəlib və mənə görə öldü. Bax, çarmıxa vuruldu, öldü, bastırıldı və dirildi, yəni. Və bu xoş müjdədir. Çox sadədir. Ancaq bunu elə bil ki, 4 nəfər baxır buna. 4 nəfər də həmin o bizim bildiyimiz həvarilərdir, yəni. Və bu çox vacibdir. Hərdən bir biz ailəmizlə otururuq. Yəqin sizdə də belə olur. Hərə eyni bir hadisədir. Ancaq bu 4 nəfər onu belə hər tərəfli, yəni özü görən tərəfdən bunu deyir və bu böyük şəkil açılır və bizə daha yaxşı, daha gözəl olur. Və eləcə də biz müjdələr çatanda bu haqda çox danışacaq, qeyd etmək daha yaxşıdır. Eləcə də çox gözəldir ki, birincisi deyək ki, yazılıb Yunan, deyək ki, İbranilərə. Yəni biz orada görürük ki, orada daha çox, ən çox pul sikkələri haqqında onlar orada deyilib, yəni.
Sonra biz elə bil ki, oxuyuruq Mark yazılıb Romalılara, sonra biz oxuyuruq Lukavo yazılıb elə bil ki, ə, Yunanlara və Yəhya müjdəsi biz bütün hər kəs üçün yazılıb. Ona görə də yeni kilsəyə insan gələndə və yaxud da ki, yeni kimsə olanda biz ona məsləhət görürük ki, Yəhyanın müjdəsini oxusun. Çünki o hər tərəfli çox sadə dildə yazılmışdır. Yəni. Sonra məktublar var. Bunlar elə bil ki, təlim kitablarıdır. Bunlar Yaqub, 1-ci, 2-ci Pyotr, 1-ci, 2-ci, 3-cü Yaqub məktubları, Yahuda, sonra Romalılar, sonra Qalatlılar, 1-ci, 2-ci Korinflər, Efeslilər, Filiplilər, Koloslular, 1-ci, 2-ci Saloniklər, 1-ci, 2-ci Timofey, Tit, Filemon, İbranilərə məktub. Sonra vəhiy var və vəhiy biz elə bil ki, gələcək günlər haqqında və yaxud da ki, gələcək günlərin peyğəmbərliyi haqqında biz onları deyirik. Sonra xahiş edirəm, bilin ki, yəni bu 66 kitabdır və biz bu 66 kitaba inanırıq. Mən bu haqda, yəni yeri gəlində deyəcəm. Nə baş verir? Kanon var. Bu kanon dərsinə çatanda mən daha çox deyəcəm. Kanon deyir ki, bir metrdir, yəni. Görmürsünüz, o dəmir belə metr var. Xətkeş. Öyle bir şey ölçür. Eyni şeydə Bibliyada kanon var. Yəni Bibliya ölçülüb və 66 kitabla bitib, yəni. Daha yəni yeri yoxdur hansı kitablara. Çünki bunun hər bir kitabın deyək ki, dürüstlüyünün, tarixi yazılmalarının, yəni təsnifatı var. Ona görə də bu qeyd olunur. Eləcə də apokriflər var. Onlar Bibliyaya daxil olunmayıb kanona görə və ancaq onların adını yəni bilə bilərsiniz. Bunlar Yudiv, Salamonun müjdələri, Sirah, Barak, 1-ci, 2-ci Makkabey, Suzanna, Babil, sonra elə bil ki, Danielin məktubuna əlavə deyir ki, orada müəyyən əlavə kitablar var. Ancaq biz bunlara yəni çox da önəm vermirik. Əsasən bu 66 kitaba elə bil ki, onun üzərində fokuslanırıq. Düşünürəm birinci dərsimizə bu bəsdir. Eləcə də vaxtımızın bitməsinə də hardasa 5 dəqiqə filan yəni qalmış. Ona görə də bu dərsimizi bitmiş hesab edə bilərik. Sizdən bir ev tapşırığımı deyim və yaxud da ki, gələcək dərsimizə hazırlıq kimi deyirəm. Yəni çalışın Bibliyanın birinci kitabı başlanğıc yəni kitabının oxumağa başlayasınız, yəni. Çünki vaxtı gələndə siz onu yəni bilmiş olasınız. Yəni ümumi orada nə baş verir. Əgər doğrudan da tez oxursanız başqa kitablara keçin, elə belə növbə ilə yəni. Çox sağ olun. Siz çox gözəl tələbələrsiniz. Bizim bir neçə dəqiqə vaxtımız var. Əgər kiminsə sualı varsa, gəlin o haqda danışaq.